Yenə bir sual ortaya çıxır. İranda hakimiyyət dəyişə bilərmi? Mənim fikrimcə hakimiyyət dəyişə də bilər, dəyişməyə də bilər. Yəni çətindir, yenə də cavab vermək çox çətindir. Amma biz görürük ki, hakimiyyət hələ də öz yerindədir və yeni rəhbər də seçilib. Hələ ki vəziyyəti izləyirik və tam dəqiq nəsə demək çox tezdir, yəni fikrimcə. Yəni əgər mənim fikrimcə əgər İranda hakimiyyət dəyişikliyi baş verirsə, yəni hansı liderin və ideologiyaya malik şəxsin hakimiyyətə gələcəyi hələ sual altındadır. Çünki hələ alternativ olaraq, yəni fikrimcə Şah Rza Pəhləvinin oğlu Rəza Pəhləvi tez-tez xatırlanır. Amma bəzən məncə, yəni mənim fikrimcə bəzən onun hakimiyyətə gəlməsini istəməyənlər də var. Yəni həm fikrimcə, yəni həm indiki teokratik rejimi, həm də Rəza Pəhləvini istəməyənlər də ola bilər. Yəni ümumilikdə, yəni mən düşünürəm, mənim fikrimcə İranda hakimiyyətə alternativ lider kimi Şah Rza Pəhləvinin oğlu göstərilə bilər. Yəni çünki teoretik rejimə müxalif olanların çoxu onu xatırlayır və ilk ağla gələn alternativ kimi görür. Amma fikrimcə dəqiq hələ cavab vermə hələ çox tezdir. Çox sağ olun.